Salam, axşamınız xeyir olsun hər bir kəsin. Bu günləri Turan-Tovuz sabah oyunundan sonra düşünürəm ki, artıq danışmağın məqamı gəlib çatıb. Qurbanberdiyev, adınız böyük ola bilər, təcrübəniz böyük ola bilər. Amma gəlin razılaşaq ki, bu komandanın ruhu, bu komandanın oyunu, bu komandanın nəticələri Turan-Tovuz azarkeşlərinə yaraşmır. Azarkeşlər səbirli olun, azarkeşlər gözləyin və biz bu səbrin, bu gözləntinin qarşılığında bunu biz meydanda görə bilmədik. Ola bilər hər hansı bir futbolçu falan kimisə fərdi olaraq bizi qınaq obyekti kimi götürə bilərik, amma bugünkü gündə fikirləşirəm ən düzgün qərar Qurbanberdiyevin istefa verməsidir. Və xüsusilə bir şey vurğulamaq istərdim. Klub prezidenti Eytram Quliyev bu komanda üçün gecə-gündüz çalışan, komandanı sıfırdan bu vəziyyətə gətirib çatdıran və komanda üçün can yandıran klub prezidenti Eytram Quliyevin komandası belə ruhsuz, iddiasız ola bilməz. Çünki düşünürəm ki, Eytram Quliyev kimi bir şəxsin klubu daha artığını hak edir. Bu Turan-Tovuz azarkeşlər daha artığını hak edir və Turan böyükdür və gözləyirəm ki, bu oyundan sonra böyük bir qərarlar çıxacaq və biz azarkeşlər də sonda ən azı bu qərardan razılaşacaq. Çox sağ olun, minnətdaram hər bir kəsə.